Ayakların tamam ıslanıp soyun. Deyirəm corablarını çıxar. Bakım ayaklarına. Böyle de görüm. Şalvarını kaldır. Her hansı dərmandansa bu yaxşıdır. Xəstəliklərin kökünü kəsir. Elə özüm də bu otlardan istifadə edirəm. Bu ayaqlarını bırak. Ne oldu koy deyirəm. Bak, hep başka mesele. Kabineti kabul edeceğim. Ha Sadık. Seni görmeye şadım. Salam. Necəsən? Yaxşıyam. Sen necəsin? Belə də. Yaxşı təmir eləyiblər buranı. Kardeşimin hesabınadır. Hədər yerə tikintiyə rəhbərlik eləmir ki. Nə əcəb? Nə əcəb? Elə həmən şeyə görə gəlmişəm xalıq. Eşidirəm. Əlbəttə. Gələcəyim. Bilirsən nə var Sadıq? Heç özüm də bilmirəm nədən başlayayım. Axı mən sənə çoxdan dedim ki, bu nə ilə qurtara bilər. Artıq aləmə söz söhbət yayırlar ki, biz pis oğullarıq. Xəbərim var. Neyniyə kişini işdən çıxmağa məcbur eləməyəcək ki? İstəmir, vəssalam. Ver bana görün, ver. Onsuz da baş açmayacaksan. 37'dir. Gördü, hərarət normaldır. Çok bilirsen azlanır. Özde sende, sende. Özü də mən buradayam. Baxarıq, müalicə elərik. Gör hara gəlib çıxmısınız da. Maşın zorla qalxır. Ata, gəl qulaq asın. Köynəyi qaldır. Ziyad əmi, atamın qızdırması neçəydi? 137'dir. Senden alıp getirdiklerimin hamısını ona vermişim. Lap yaxşı, Allah. Bak görürsən, sənsə bəhli mənə inanmırsan. Gələcək qaynatanın yanına elçiliyə getmək fikrinə düşəndə yeri behişlik olsun onun kimə həvalə elədin bu mühüm işi, hə? Sənə. Dərindən nəfəs al ata. Deyirlər nəfəs al da. Bəs cəbhədə həmişə kimi kəşfiyyata göndərirdilər. Səni, ikimizdə ən balacası sən idin. Nimes səni görmürdü. Ay səni, balacaydım, hə? Nemes məni görmürdü. De görüm, bəs əməkçilərin ümumİttifaq yığıncağına bizim rayondan kimi göndərdilər, hə? Səni, ay kiçik zınqırov. Ciyərlərin təmizdir. Amma bir iki gün yatsan yaxşıdır. Açığını deyim ki, ikinizin də təqaüdə çıxma vaxtınızdır.
Ata, kömək lazımdır. Oğlum, Davud, Salam ata. salam. Maşallah, heç dəyişməmsən. Həmişəki kimisən. Səncə bu pisdir ya yaxşı? Əlbəttə yaxşıdır. Tanış ol ata, dostum Pərvizdir. Salam oğlum, xoş gəlmisən. Tofiq, sən yemək düzət. Mənim əlimdə bir balaca, indi gəlirəm. Qoy kömək eləyim. Yox oğlum, özüm eləyərəm, lazım Mən deyil. də bacarıram. Yox, siz yoldan gəlmişsiniz, dincəlin. O uşaqlıqda da belə idi. Sadıqla Xalıq bütün günü futbol oynayırdılar. Ağaca dırmaşırdılar. O isə anasına kömək edirdi. Qab-qaşığı, pal-paltarı yuyurdu, su daşıyırdı. Rəhmətli həmişə deyirdi, Bəhri, bizim Davud qız doğulu idi gərək, amma... Həyat... Bəhri, Nədir? sən necə adamsan ay Bəhri? Dedim axı mən yuyaram. Sənin içində qurulmuş yay var, nədir? Axı sən xəstəsən. Ziyad, Lap uşaq kimisən, gələk gözünün üstündən çəkməyəsən. Ey, dayan, at ağacları, hara aparırsan onları, hə? Bəhri əmi, de də. Nə Bəhri? Mən Bəhri zat tanımıram. İndi səninlə mən danışıram, Ziyad mən. əmi, salam. Başa düşdün? Ha? Davud? Ha, bu sən oğlum. Mənim balam. Deyəsən axı səni ən çox onun paltar yumağı narahat eləyir. Eyhamla danışma. Bilirsən nə var? Mən atamı səndən az istəmirəm. Amma məncə bu məsələni o özü həll eləməlidir. Sən niyə susursan? Bir şey de də. Nə deyim axı? Məni onun sağlamlığı narahat edir. Bizə qulaq as deyil, yaxşı olardı. Təkid eləyə bilmərik. Bu mənada sən haqlısan. Nəsə eləmək lazımdır. Siz nə danışırsınız? Məsələ ancaq sağlamlıqla bağlı deyil. Yaxşı, tutaq ki, Davud hələ gəncdir. Başa düşmür, sənsə Xalıq, başa düşməlisən axı. Atamız ömrü boyu kəl kimi işləyib. Üçümüzü də oxutdurub. İndi biz imkanlı adamları, amma atamız hələ də məcburdur çobanlıq eləyə. Eyibdir. Bir də el-oba, cəmaat bizə nə deyər? Bizim haqqımızda nə fikirləşər? Məni cəmaatın nə deməsi maraqlandırmır. Onların bura nə dəxli var? Tək atamız üçün yaxşı olsun. Əlbəttə sənə dəxli yoxdur. Sənə nə var? Gəldin, atanla görüşdün, indi də çıxıb gelirsən. Biz də burada... Nahaq elə düşünürsən. Bəsdirin. Sakit olun. Biz bu cür heç bir qərara gələ bilmərik. Nəyə lazımdır? Məsələ də ondadır ki, heç nəyə. Əgər üçümüz də eyni şeyi desək, məncə kişini inandıra bilərik. Qəribə adamsınız. Yəni başa düşmürsünüz ki, onu işdən ayırmaq olmaz? Belə. Aydındır. Sən nə deyirsən? Nə bilim. Bilmirəm. Yaxşı. Onda özüm bu işlə məşğul olaram. Sən. Dedim daha özünü mənə çatdıra bilməyəcəksən. Yanımda otur. Gəl vidalaşaq. Tezliklə o dünyada Stalingradlı uşaqlarımızla görüşəcəyəm. Qorxuram məni tanımasınlar. Axı, çox qocalmışam. tanıyacaqlar Ziyad. Tanıyarlar. Mən onlara deyəcəyəm ki, biz onları unutmamışıq. Piyadalar öz işini gördü, bəli. Düz deyirəm. Bəli,
Deyəsən yenə çox danışıram. İncimə məndən bəri. Döz Ravi Abbasov, ayaqlarını quru, soyuğa vermə. Getdik.